Başladı senden. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Fe inne astakal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Möhtərəm qardaşlar, ilk olaraq hər birinizə Allah Subhanahu salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Allah Subhanahu Teala sonsuz sayıda şükürlər olsun, müvəffəq edərək bizi bu orucları tutmağa. Amma təəssüflər olsun ki, çox tez gedir. Görürsünüz, artıq bu günlərim 9-cu orucu tutduq, 10-cu təravihi qılacağıq. Yəni, ilk 10-luğa daxil olduq. Daha doğrusu, ilk 10-luğu bitirdik. Yəni, sabah 2 gündən sonra ikinci 10-luğa daxil olacağıq. Sözsüz ki, keçən keçdi, keçəni qaytarmaq olmaz. Nə o xoş halına ki, o insanların, o qardaşların, o bacıların halına ki, bunu gözəl şəkildə keçirtdi. Yəni, gözəl əməllərlə, çoxlu Quran qiraəti ilə, istiğfarla və s. axır. Yəni, o nə etməlidir? O bunu daha genişləndirməlidir. Daha çoxaltmalıdır. Yəni, bununla kifayətlənməli deyil. Amma o ki, qaldı o insanlar ki, bu 9 gündə qəflət içində oldular. Yəni, ancaq elə acılıqdan, qalmaqdan keçirdilər. Onlar üçün də heləm gec deyil, tövbə eləmək. Tövbə eləyib, əməllərini artırmaq. Çünki bu Ramazan bir fürsətdir. Yəni, bunu da insan necə qəbulləməlidir? Sanki ona verilən bir axırıncı fürsət kimi. Yəni, başqa üzrə qəbul eləsə, necə olacaqdır? O halda arxançılıq olacaqdır, rahatçılıq olacaqdır. Çünki elə mən nə yaşım var, cavanam, eləm hər şey qabaqdadır. Amma neçə cavanlar var ki, artıq onlar torpağın altında yatırlar. Hətta belə bizdən qat-qat yaşı az olanlar belə artıq torpağın altında yatırlar. Amma biz bugünkü gündə Allah Subhanahu taala müvəffəq elədi. Neçə insanlar var qəbirlərində. Onlar necə də istəyərlərdi ki, bu ayət çatsınlar. Və yaxud da bir dənə Ramazanı belə onlara fürsət olaraq verilsin. Təsəvvür edin ki, bu sizin üçün, yəni bizim üçün, hər birimiz üçün necə verilibdir? Sanki bir fürsət kimi. Sonuncudur. O halda sən nə edərsən? Bilsən ki, bu Ramazan çıxandan sonra artıq ruhunu tapşıracaqsın. Necə olarsan? Biz də bunu belə qəbulləməliyik, belə qarşılamalıyıq. Ki, artıq bu, həqiqətən də biz bilmirdik bu aya daxil olmamamız. Necə bilə bilərik ki, biz bugündən sonra bir neçə Ramazana belə daxil olacağıq və yaxud bizə nəsib olunacaqdır, düzdürmü? Bizim də üzərimizə düşən nədir? Bir-birimizə nəsiyyət eləyək. Bir-birimizi çəkindirək, yəni gördüyümüz səhvlərdən, gördüyümüz nöqsanlıqlardan, yəni nəsiyyət eləyərsən və nəsiyyət olunan insan da ki, üzərinə düşən nədir? Sözsüz ki, gözəl şəkildə onu qəbul eləməsi. Və nəsiyyət daim necə olmalıdır? Allah Rasulü s.ə.v-in sünnəsinə müvafiq olaraq. Çünki bir insan nəsiyyət edərək də belə ona riya gələ bilər. Yəni, artıq öz nəfsini nəsə görə bilər. Ki, yəni mən artıq bu səviyyəyə çatmışam, insanları yönəldən, insanlara nəsiyyət edən və s. Bu da artıq nədir? Riya girdisə əmələ sözsüz ki, puç olur o əməl. Nəinki puç olur, hətta ona belə günah yazılır. Allaha bir daha sonsuz sayıda şükürlər olsun. Yəni bu böyük nailiyyətdir Rəbbimiz tərəfindən. Sözsüz ki, bunu Allah Subhanahu taala verib bizə. Allah istəməsəydi, biz buna heç də görə bilməzdik. Amma fikir verirsiniz, qardaşlar, yəni həqiqi mənada, bilmirəm, hiss edirsiniz, çox sürətli gedir, düzdürmü? Yəni bu, elə belə bir gün deyil də. Elə belə bir gün deyil ki, sən onu keçirdin, gündən getdi. Yox, bu günlər ya bizim iləyhimizə, ya da aleyhimizə yazılır. Ona görə bunu unutmaq lazım deyil. Bunu unutmaq lazım deyil. Və unutmamaq lazımdır hədisi. Allah Rasulü s.ə.v bizi bilir ki, minbərdə olanda bir dəfə, 3 dəfə amin, amin deyir. O da ki, Cəbrəl əleyhissalam olur. Sözsüz ki, onu görmürlər, amma Allah Rasulü s.ə.v görür.
Və sonra sahabələr onlara bir qaranlıq bir şey qalanda, nəsə olanda həmən soruşarlardı Allah Resulü s.ə.v-dən ki, yəni, niyə görə bunu dedin? Onlardan biri o idi ki, deyir, o şəxs ki, Ramazan ayına daxil oldu və o aydan bağışlanmamış çıxdısa, onun burnu yerdən sürünsün. Yəni, burnu yerdən sürünsün, açıqlayanda alimlər deyir ki, yəni, o cəhənnəmə daxil olsun, sürütlənərək. Allah qorusun hər birimizi. Və həmçində ki, bu ay rahatçılıqdır. Nə baxımdan rahatdır? Artıq insan nəfsinə qayıdır. Yəni, bir yaxdan çox şey məsələsini deyə bilərdin ki, bu şeytandandır, düzdürmü? Şeytan edir, şeytan vəsvəsə edir və s. Amma bugünkü gündə sən görürsən ki, o elədiyin şeylər üzərində istimrarlısansa, artıq deməli şeytan deyil, o sənin nəfsindir. O nəfs ki, insanı cəhənnəmə sürütləyəcəkdir, Allah qorusun. Və bu fürsətdir, əlhəmdülillah, insanın artıq nə öz nəfsi ilə danışma məqamlarıdır. Çünki yəni, mənə bu şeylər deməli, nə idi eləyən? Nəfsim idi. Şeytanlar bağlanıb və cinlərin xəbisləri, hamısı, yəni, yox, xəbisləri bağlanıb, düzdür? Yəni, onlar sənə, yəni, o Ramazandan qabaq kimi təsir edə bilmirlər ən azı. Deməli, necəksən? Öz nəfsinin üzərində çalışacaqsan. Və bu aydan sən istiğfarla, özünü düzəldərək çıxacaqsan. Və artıq bu ayda biləcəksən ki, sənin nəyin var idi, nəyin yox idi. Yəni, ondan qabaq nələr var idi, nəyi tərk elədin və nəyi artırdın. Düzdürmü? Nəyi tərk elədin Allah subhanahu wa ta'ala üçün? Yəni, oturuq telefonlarda, oturuq, ola bilsin, Allah qorusun, telefonda sən yaxşı şeye baxırsan, bilirsən, pis şeye qarşına çıxır, ona baxırsan və boş-boş vaxtını keçirirsən. Halbuki onu sən Allahın zikirlə keçirə bilərsən və yaxud da ailənlə keçirə bilərsən. Yəni, ailə ilə vaxt keçirmək belənçiyinə, yəni o sədəqədir. Hansı həddə? Hətta sən onunla belə, yoldaşınla təkləşəndə belə, yəni o sədəqə sayılır təsəllə, qardaşlar. Yəni o ki, daha qaldı, sən ailən üçün nəsə alıb gətirməyin, ailənə nə isə örgətməyin, nədən çəkindirməyin, bunlar hamısı ən birinci olan şeylərdir. Ən birinci. Çünki insan elə o ailədən sorumlu olacaqdır. Birinci özünə görə və sonra ailəsinə görə sorumlu olacaqdır. Və insan ola bilsin, Allah qorusun, övladları və yaxud da zövcələri və yaxud da onun bugünkü gündə yığdığı, çalışdığı dünya səbəb olsun onun cəhənnəmə girməyinə. Çünki nədir? O övladı üçün çalışdı, düzdürmü? Amma ibadətlərə nöqsanlıqlar yarandı. İbadətlərə səhlənkarlıq yarandı. Zövcəsi üçün getdi, gecə-gündüz çalışdı və yaxud da onu, bunu, belə filan bəhman nə oldu? İbadətlərə səhlənkarlıq yarandı. Və yaxud ümumiyyətcə eləmədi. Və həmçindəki o pul ola bilsin, Allah qorusun, haramla. Və yaxud da ki, halal nə olsa belə, yəni, halal da nə olsa belə görürsən ki, onu yəni, yaranma məqsədindən uzaqlaşdırdı. Yaranma məqsədi nədir? Allaha ibadət. Sözsüz ki, mən, yəni, sənə, yəni, mənə heç də qadağa deyil dünyadan öz payını götürmək. Necə ki, biraz bundan qabaq bir dərsdə qeyd eləmişdik. Misrin qadilərindən olur. Yəni, bizim dilə desək, yəni, prokurordan üstün adam bütöv Misrin və o qazilərin qadisi olur. Hökm verənin hökmlərində ən böyük adam olur. Bir gün onu da ki, işə gedəndə, yəni, necə bizdə desək, bizim Azərbaycan dilinə uyğun faytonla belə, yəni, arabalarla, atdan və yaxud başqa heyvanlarla onu aparırlardı. Bir gün Yahudi saxlayır bunu. Deyir ki, və Muhammediniz sizin belə deyir, sallallahu aleyhi ve sellem demir. Yahudi da biz deyirik, sallallahu aleyhi ve sellem deyir. Sizdə bir belə sözü var onun. Deyir ki, bu dünya müminin zindanıdır və daha da müsəlmanın, müminin zindanıdır. Amma kafirin isə cənnətidir. O özü də ki, Yahudi nə işində işləyir, qardaşlar? Deməli, zeyyət deyilir ona ərəb dilində. Bu da ki, yağı işinə baxan, duru yağ. Duru yağ çəkir, duru yağ satır belə. O işlə məşğul olan adam istərsən üstü başı çirkab içində olur da, birisi yağlı olur belə daim. Deyir, indi
sən bax belə naz-nemət içində, sən belə də minikdən gedirsən, gəlirsən, işin nətər, nə. Mənim isə halıma bax. İndi hansımız üçün bu cənnətdir, hansımız üçün cəhənnəmdir. Təsəllə. Bu da görürsünüz, qardaşlar, hikmətli dəvət və hikmət elm. Yəni, o da böyük alimlərdən olur. Həm qadir, həm böyük alimlərdən olur. Yəni, fikir verin onun hikmətinə. Deyir, bəli deyir. Mən deyir, nəyin içindəyəmsə onun içindəyəm. Yəni, Allah verdi mənə nimətlərdən. Və gəlirəm, deyir, mənim deyir, cənnətə daxil olmam səhiləşərsə, mən cənnətə daxil olaramsa, mən burada nə qədər naz-nimət içində olsam, cənnətlə müqayisə olunanda mən zindandayam. Sanki bir zindandayam. Amma sən isə deyir, nə qədər çətinlikdə olsan burada deyir, sən deyir, cəhənnəminlə deyir, müqayisə olunanda sən cənnətdəsən burada. Təsəllə, yəni, əlhəmdülə, gözəl bir hikmətli söz, gözəl bir dəvət insanın həyatını dəyişir. Deyir ki, əşhədü ən la iləhə illallah və əşhədü ənnə Muhammədən Rasulullah. Və İslamı qabil edir Yahudi. Bizə bir dənə gözəl bir cavaba. Sən ola bilər ki, biz fikir vermirik. Bizən qardaşlar, biz yəni ki, belə deyək, efirdik, daim insanlar bizə baxır. Sən ola bilsin, gəlir o səndən soruşur, sən ona fikir vermirsən. Amma sən ola bilir ki, o gözəl cavabınla, elmli danışmağınla, Allah Rasulü s.ə.v-in sünnəsini yaşayaraq, sələflərə bənzədərək özünü hərəkətlər eləməyin kiminsə bütün həyatını dəyişməyinə səbəb ola bilər. Və yaxud da əksinə. Deyirlər, bu idi, mən nümunə götürdüm insan ki, budur Allah Rasulü s.ə.v-in yolundan gedən, Quranla və s. Budur bunun ədəbi, əxlaqı, əqidəsi, mənhəci və s. Ona görə biz daim, necə ki, məsələ üçün çalışsan, sizin mənhəcinə bir şey daxil olmasın, əqədinə bir şey daxil. Həmçində belə yolda gedəndə, harası gedəndə, böyüklərlə müamilə eləyəndə, uşaqla danışanda, küçədə gedəndə, məscidə girəndə, məsciddən çıxanda, məsciddə oturanda, məclisdə olanda, harada olsan ol, hər bir şeydə özünü bənzəyirsən kimə? Sələf-i salihə. Yəni, sələf kimdir? Allah Rasulü s.ə.v. Ən gözəl nümunə, düzdürmü? Quran və kitabı. Bu üzərdə olsa, Allahın izni ilə, o halda onda həm bu dünyada, həm ahirətdə nicət tapanlardan olaraq. Daim çalışmaq lazım. İnsan yəni nə etməlidir? Arxayınçılıq yaranmamalıdır. Arxayınlaşdınsa, yəni bir arxayınlıq yarandısa insanda, bil ki, artıq sən bədbəxtçilik içindəsən. Özünü bəyənməyə başlamısansa, artıq nəsə görməyə başlamısansa nəfsini, bil ki, artıq sən itkidəsən. Çox pis, halın çox pisdir. Yəni, insanlara artıq yuxarını aşağı birdən məsələ belə gələr, eləyər. O gəlibsə, artıq bu da artıq bir ki, bədbəxtçilikdir. İnsan həm də ki, can atanda danışmağa, indi sözsüz ki, indi biz nətərdir? Məsələn, tələbə var, harası alim var. Biz gün üçün məclisdə alim oturmuş olsa burada, biz onun yanında danışanmazdıq. Düzdürmü? Gün üçün belə də bizim də məsələ üçün gəlirsən, danışası yer var. Və yaxud da ki, müəllimlərimizdən olsaydı, ölkəmizdə olan, yəni bizi də düşməzdir ora söz danışmaq. Sən də elə qararsan, ola bilsin ki, bəli, o demək deyil ki, yəni sən ümumiyyətcə danışmalıysan. Yox, sən elə yer olacaq ki, sən orada danışmağın vacibdir. Oturmuşsan, sənsən təkcə, o birisilər bidət əhlidir. Və yaxud da ki, tam cahillər, nə edəcəksin? Deyirsən, yox, mən danışmayacağım. Yox, sənin qardaş vacibdir danışmağın. Sənə vacibdir məclisi ələ almağın. Sən orada idarə edəcəksən məclisi, sən danışacaqsan, sənin sözün olacaqdır. Qoymayacaqsan onları danışmaq. Amma necə danışmaq cahil cəhəsinə yox. Elmi sürətdə. Ona görə nə etməliyik? Hər birimiz üçün vacibdir elm almaq. Hər birimiz üçün. İstər kişi olsun, istər qadın olsun. Dinini biləcəksən. Biləcəksən Allah subhanahu ta'ala necə ibadət eləməlisən. Biləcəksən Allah Rasulü s.ə.v necə yəni ki, o necə ibadət eləyibdir Allaha. Nətər durubdur. Düzdürmü? Yəni kör-körənə yox. Mən babamı belə gördüm, əmmimi belə gördüm. Elə yox. Yəni, necə ki, Allah subhanahu ta'ala deyir, Bəqərə sözünə onlara deyir, biz deyir, ata əciddətimizi belə gördük, belə idilər. Elə yox, elə olmur. Görürsən, insanlar, yəni, bugün gündə o xurafatlar üzərində necə də, yəni, ola bilsin ki, imanında problem yoxdur. İnan ki, yəni ki, bəlkə bizdən də imanında, amma söhbət ondan gedir ki, düzgün şəkildə deyil. Düzgün şəkildə deyil. Çünki ibadətin qəbul olması üçün iki şərt var. Birinci odur ixlas, ikinci odur nə?
Ya mütabə. Ya mütabə nə deməkdir? Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin elədiyi kimi olmalıdır. Əgər bu iki şey yoxdursa, yorma özünü. Məsələn, bəziləri belə deyək, iddia edirlər ki, Əhl-i Beyt. Əlbəttə ki, sən Əhl-i Beyt deyəndə bizim etiqadımıza görə, yəni bəziləri deyir ki, onlar da elə belə deyirlər. Subhanallah, Allahu Akbar. Yəni necə elə belə deyə bilər? Bu bizim dinimizdir, bu bizim axar qanımızdır. Ya cəhənnəmdə yanacaqdır, Allah qorusun, ya cənnətdə nemət içində olacaqdır. Yəni Allahın dinindən necə danışa bilərsən sən elmsiz şəkildə? Necə danışa bilərsən nə tər gəldi? Və yaxud da nə insanlara bir şey deyərsən, qəlbində bir şey gizlədəsən. Bu, yəni düzgün əqidəsi olan insan, düzgün dindar olan insan heç ola bilməz. Yəni nə biz din olaraq dində olduğumuz halda belə şey görmədik, nə də ki ondan qabaq, nə də böyüklərimizdən belə tərbiyə görmədik. Ona görə bizim etiqadımıza görə Əhl-i Beyti sevməmək münafiqlikdir. Yəni insan İslamdan çıxır. Və həmçinin də ki, hansı sahabənin böyüklüyündən balacalarının asılı olmayaraq, kim onları söyürsə, onlar da dindən çıxır. Bəli. Allah daha doğrusunu bilir. Allah subhanahu bizə istifadəni eləsin. Allah subhanahu qardaşın malına mülkünə bərəkət versin. Allah ibadətlərinizi qəbul eləsin. Allah subhanahu bizi bu aydan bağışlanan həqiqi qənimət toplayıb çıxan qullarını eləsin. Və heləm var qardaşlar, tam deyil, son deyil, yəni çalışmamız lazımdır. Allah bizi gözəl şəkildə çalışan qullarını eləsin və bu keçənlər keçdiyi üzümüzə də qalan günləri daha möhkəm, daha güclü, daha imanla keçirmək nəsib eləsin. Və Allah subhanahu dövlət başçımızı qorusun. Allah ona kömək olsun daim düzgün şəkildə qərarlar verməyə. Kimlər ki ona və yaxud da millətimizə, xalqımıza, ölkəmizə hilələr qurur, Allah subhanahu özü onun qarşısına alsın. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.